Salam, hörmətli tələbələr və riyaziyyat tələbələri. Mən Ülfət müəllim Şıxəliyev. Bu günlərdə növbəti bir video ilə qarşınızdayım. Başlayaq. 5 sualın izahına. Deməli, birinci tip sualımız belə olsun. 2020-ci il 9 imtahanında düşən suallardan biridir. Deməli, verib ki, A 6 rəqəmli bu ədəd. Üstünə xətt varsa ədəd mənasını verir. Bölünsün. 2 rəqəmli ədədə. Deyir, bunu vururuq nəyə? Vururuq kəsrdə A böl nəyə? B ədədinə. Bunu neyinin? İfadənin qiymətini tapın. Bu nəyə bərabərdir? Deməli, biz bunu həll edəni necə yazırıq? Yazırıq ki, təkli, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. Yazırıq 100 min A, üstə 10 min A, üstə 1000 A, üstə 100 A, üstə 10 A bu formada. Deməli, bu nə deməkdir? Bu özü 111.111 A böl 11 B. Burada böl işarəsi düz istəyirəm. Böl. Bölünsün nə? Bölünsün 11 A böl nə? 11 B-yə. Bunu da bir çarpaz gətirsək, birinci olduğu kimi qalacaq yerində. Deməli, A 11 B-də qalır yerində. Çarpı şəkildə yazsaq, burada düşür 11A, burada düşür 11B. 11B'lər ixtisar gedir. A'lar da ixtisar gedir. Deməli, nə qalır orada? Yekunda qalır biz nə etməliyik? Biz götürüb 111.111.111'i bölməliyik nəyə? Bölməliyik 11'ə. Buradan nə alırıq? Buradan da alırıq ki, 10.101. Deməli, cavabımız eləyəcək nə? Cavabımız eləyəcək uşaqlar 10.101'ə bərabər olacaq. Bundan sonra belə bir sual var. Deyir, tərəfi 10 cm olan bərabər tərəfli üçbucağın, bərabər tərəfli bir üçbucaq verilib bizə. Tərəfi 10'dur. Deyir, orta xətlərinin əmələ gətirdiyi üçbucağın perimetrini tap. Deyir, orta xətlərinin əmələ gətirdiyi üçbucağın perimetrini tap. Uşaqlar, orta xətlərin əmələ gətirdiyi üçbucağın perimetrini sənə deyirsə tap. Deməli, sən nəyi bilməlisən? Sən bilməlisən ki, bunun öz tərəfi əgər 10'dursa, hamısı bərabər tərəflidirsə, deməli, bunun orta xətlərin əmələ gətirdiyi fiqur da bərabər tərəfli üçbucaq olacaq və hər biri nə olacaq? Onun yarısı, yəni 5, 5, 5. Bu da sənə verəcək nə qədər? Bu da sənə verəcək 15. Cavab olacaq nə? Cavab olacaq 15 uşaqlar. Sonra deyir ki, üçbucağın deməli, üçbucağın xarici bucağı deməli, verilib hansı nisbətdə? Verilib 3, 4, 5 nisbətində. Xarici bucağı 3, 4, 5 nisbətində verilib. Deyir ki, bunun böyük xarici bucağını tap. Sən bilsən ki, üçbucağın xarici bucaqları 3x plus 4x plus 5x bərabər nəyə xarici bucaqların cəmi? 360'a. Buradan alırsan nə? Buradan alırsan 12x bərabər nəyə? 360'a. X də bərabər olur nəyə? 30'a. Deməli, x 30'dur. Səndən böyük xarici bucağını soruşmur. 5x nəyə bərabər olar? 5'dən 30'un, yəni nə? Verəcək nə? 150. Deməli, cavab oldu nə uşaqlar? Cavab oldu 150 dərəcə. Bundan sonra gəlirik növbəti bir sual tipinə baxaq. Deyir ki, bizə kök altda 27 vur kök altda 3. Deyir, bunun cavabını tapın. Kökdə 27'in kökdə 3'ə vurmaq. Bunu bir kökdə yaza bilərsən. 27 vur 3 verəcək nə? Kök altda 81. Kökdə 81 nə deməkdir? 9'un kvadratı deməkdir. Bu da bizə nə verəcək? 9'un özünə. Deməli, cavab olar nə? Cavab olacaq 9 uşaqlar. Cavab olacaq 9. Həndəsət qəşəng bir sual var burada. Deyir, üçbucağın iki tərəfi 14 və 12'dir. Deyir, bu tərəflər arasında qalan 30 dərəcə. Olarsa, bu üçbucağın sahəsini deyir, tap. Əla sualdır, ha, valla. Üçbucağın saha düsturu vardır, uşaqlar. S bərabərdir 2'də 1 AB sinus alfa. Və buradan yazırsan nə? S bərabərdir 2'də 1 vurulsun nə? 12 vur 14 vur sinus 30. Buradan nə alırıq biz? Sinus 30 nəyə bərabərdir? Sinus 30 2'də 1 deməkdir. Yəni nə demək olur bu? Bu olur nə? Bu olur 12 vur 14 böl nə? 2 vur 2. Yəni sinus 30 2'də 1, 2 düşür məxrəcə. Bu da bizə verir nə? Bu da bizə verir 42. Deməli, bu fiqurun demək ki, sahəsi nə qədər imiş? 42. İndi santimetrisi santimetr kvadrat olar, metrisi metr kvadrat olar.
Düşünürəm ki, uşaqlar video sizlər üçün faydalı oldu. Video xoşunuza gəldisə bəyənməyi və kanala abunə olmağı unutmayın. Bir daha bildirirəm. Mənim izah etdiyim bu tip suallar 9-cu sinif buraxılış imtahanlarında düşən suallardır. Yəni mən bunları özümdən izah eləmirəm. Yəni əvvəlki illərdə bu suallar olub və ehtimal var ki, bu ildə bu tip suallar düşsün. O səbəbdən sizlərə izah edirəm və düşünürəm ki, sizlər üçün də xeyirli və uğurlu olacaq. İşləriniz avamlı olsun. Hələlik.